Süjetimizin qəhrəmanı qeyri-adi fəndlə dünyaya səs salan damblingçi Tofiq Əliyevdir. Çində ümumdünya oyunlarda gümüş medal qazanan idmançı etdiyi unikal hərəkətlə dünya mediasının diqqətini özünə və Azərbaycana cəlb etdi. Tofiq Aliyev of Azerbaijan. Dambling üzrə təmsilçimiz Tofiq Əliyev yarışda tarixi nailiyyətə imza atdı. Gimnastımız dambling cığırında çətin element olan üçlü salto və üçlü wind kombinasiyasını uğurla icra edərək 30,500 xal topladı və gümüş medala layiq görüldü. What a pass! That is a different strategy than we have seen. Qızıl istəyərdik olsun, sadəcə çıxışımdan razıyam, lakin dünya çempionatında düşünürəm gümüşü qızıla dəyişəcəm. Üçlü salto və üçlü wind hərəkətini mən yarışdan əvvəl cəmi bir dəfə eləmişəm. Texniki komitədən bu hərəkətə bir bal təyin olunur, 11,1. Çox yüksək baldır və çətinlik vərəqəsində ən yüksək bala malik hərəkətdir. Yarışdan sonra texniki komitənin nümayəndəsi mənə yaxınlaşdı və təbrik elədi bu hərəkəti elədiyim üçün. Və sonra mən ondan maraqlandım ki, bəs adıma yazılacaq bu hərəkət. O isə mənə dedi ki, əlimdən gələni eləyəcəm ki, bu hərəkət sənin adıma yazılsın. Tofiq Əliyevin mükəmməl çıxışı sosial mediada böyük marağa səbəb oldu. That is a different strategy than we have seen. Bizdə orada tribunada akrobatika gimnastikasında olan gimnastlarımız var idi. Onlar belə inanmadılar ki, mən həmin vaxtda bu hərəkəti elədim. Çünki mən yarışdan əvvəl bunu kimlə müzakirə edirdimsə, hamısı mənim zarafat elədiyimi düşünürdülər. Çünki belə bir böyük yarışda bundan əvvəl cəmi bir dəfə elədiyim hərəkəti yəqin ki, eləmərəm düşünürdülər. Lakin yaxınlarım, ailəm, komanda yoldaşlarım Azərbaycanda olan hamısı mənə yazdı və təbrik elədilər. Daha bir məqam isə bu hərəkətin dünya idmanında ilk dəfə nümayiş olunmasıdır.